Təbiətin ən gözəl rəsmini, dövlət tərəfindən qorunan rəsmi təbiət abidəsini sizə təqdim edirəm. Gözlərinizi yumun və sıx bir meşə təsəvvür edin. O qədər sıx ki, içəri gün işığı belə düşmür. Bura həmişə sərin və mistikdir. Söhbət Azərbaycanın ən nadir və füsunkar incisindən, Qax rayonunun Ləkit kəndində yerləşən Mamurlu şəlaləsindən gedir. Ləkit çayının sağ sahilində gizlənən bu möcüzəyə yüzilliklər boyu qayalardan süzülən sular elə bir seyir qatıb ki, yaranan sıx, yaşıl mamur örtüyü şəlaləyə bənzərsiz bir yaşıl xalça görünüşü qazandırır. Yaz və yay aylarında bura əsl piknik cənnətidir. Bütün yorğunluğunuzu aparacaq bir hüzur məkanıdır. Amma qışda bura gəlmək cəsarət istəyir. Yollar qarla örtülür, maşın işləmir və şəlalə bəzən tamamilə donaraq nağıllar aləminə çevrilir. Ziyarətçilər bu möcüzəni görmək üçün kilometrlərlə yolu piyada qət edirlər. Bəs siz bu yaşıl cənnəti öz gözlərinizlə görmək istərdiniz? Bu kimi maraqlı yerlərin kəşfi üçün videonu bəyənməyi, repost etməyi və səhifəmizə abunə olmağı unutmayın.